Bugünkü Excel dersinde hazırki yaşımızı hesaplayan program hazırlayacağız. Bunun için əvvəlcədən yarattığım bu cədvəldə bu hücrəmizdə doğum tariximizi yazırıq. 21 ve aşağıdaki xanayla seçdirib hər iki xananı aktivləşdirərək Klavna menümüzdən data bəndinə girib data bəndini seçib və 14.03.01 tipini seçdirib OK edirik. Daha sonra aşağıdaki xananı aktivləşdirib aktivləşdirilmiş xanadan formulaya girib выставить funksiya seçirik. Kateqoriyamız data и время. Data и время kateqoriyasından сегодня funksiyası seçib OK edirik. Həmin anda klaviaturadan minus çıxma işarəsi vururuq. Daha sonra yuxarıdakı təvəllüdümüz yazılan tarixi seçdirib və OK edirik. Və hazırdır. 25 il, 12 ay, 2 gün. Hazırda bu günümüzə uyğun ki yaşımız dəqiqliyi ilə il, ay və gün göstərilməklə. Burada xüsusən onu qeyd edim ki, kompüterimizdə zaman və tarix düzgün olmalıdır. Əks halda proqram xəta verəcəkdir.